Sən ekranı görürsən İsmail? Bəli. Səsim gəlir yaxşı. Bəli. Əla. Deməli, nədən başlayırıq? Bizim deməli ikinci ayımızın ilk dərsindən. Nədir? Əməliyyat sistemləri. Onun əsasları. Düzdür? İndi nədən başlayacağıq burada? Bugün əsasən deyil, daha doğrusu bu Windows əməliyyat sistemi üzərindən gedəcəyik. Windows əməliyyatı XP-dən başlayacağıq. Təbii ki, hamısı arzu şəkildə getməyəcək. XP-dən başlayacağıq. 7-ni, 10-u və 11-i deyəcəyik. Nəyə görə? 7-ni mən əlavə ilə deyirəm. 7 ümumiyyətlə özün bilirsən ki, heç yerdə Windows 7 deyə bir şey yoxdur. Yəni ümumiyyətlə istifadə olunmur. Ən çox istifadə olunan 10-dur, 11-dir. 10 belə artıq demək olar çox istifadə olunur. Üstünlük hamısına default olaraq hər bir şey bilsən nə də gəlir? 11-nə gəlir. Məsələn, məndə 10-dur bu dəqiqə görürsən, əgər aşağıdakı şeydən görsən, taskbardan görsən, məndə hal-hazırda nədir? Məndə hal-hazırda 10-dur, 11 deyəcəkdim. 10-dur. Nəyə görə? Fərq yoxdur açığı. Sadəcə bu gördüyün, indi onu sizə göstərəcəm. Bu gördüyün start işarəsi var ha. Yəni o qədər şey deyil. Start işarəsi sadəcə ortadadır və salam. Yəni belə o qədər də böyük bir fərq yoxdur. Hər hansı bir interfeysində olsun, nə bilim baxışında olsun ümumiyyətlə. Hər hansı bir fərqi yoxdur. Sadəcə mən dəyişmirəm də. 10 rahatdır mənə, onda da qalmışam ona görə. Belə. Başlayaq nədən? Başlayaq əməliyyat sistemlərini anlamaqdan. Ümumiyyətlə əməliyyat sistemi nədir? Bizdə hansı belə deyək, şərait yaradır, hansı alternativləri yaradır, ümumiyyətlə əməliyyat sistemləri neçə cür olur, hansı əməliyyat sistemləri var və s. kimi. Başlayaq. Səsimdə nəsə qırılma, echo, nə bilim görüntüdə problem falan. Çünki bilmirəm səninlə olanda nəsə OBS-də problem olur. Echo verir. Amma indi bilmirəm, verirmi? Versə hə, vəsiyo versə denəm mənə, girim oradan səsini azaldım. Deməli, belə başlayaq. Həmən bunu qoyun bura, hə, vəsiyo. Əməliyyat sistemi, digər operating system, OS da deyirlər buna. Bax, çox vaxt OS görəndə, məsələn, mən burada OS yazmışam, ES da yazmışam. ES Azərbaycan dilində əməliyyat sistemi, OS isə operating system, əməliyyat sistemi, ingilis dilində də qarışdırma. Əməliyyat sistemi kompüterin və ya digər elektron cihazların işləməsini təmin edən əsas proqram təminatıdır. Nədir? Kompüterin və digər elektron cihazların işləməsini təmin edən əsas proqram təminatıdır. Kompüter proqram təminatıdır. Proqram təminatı olmadan demək olar ki, işləmir. Nəyə görə? Çünki təsəvvür elə də sən belə fikirləşdə, boş kompüteri almısan, hər şey var da, amma içində elə bir heç nə yoxdur. Yandırmaq falan heç nə yoxdur da. Nəsə səncə o hər hansı bir istifadə yararlı vəziyyətdə ola bilər? Yoxdur. Bəli, bəli. Hə. Ona görə əməliyyat sisteminə deyirlər proqram təminatı. Və belə deyək, lore dildə bunu desə, sadə dildə desə, əməliyyat sistemi olmasa kompüter işləyə bilməz. Yəni kompüter açılan zaman ilk yüklənən proqram əməliyyat sistemidir. İlk yüklənən proqram nədir? Əməliyyat sistemidir. Bax, burada da yazmışam ki, asan bir interfeys yoxdursa və aparat parçası, kağız çəkisi falan, bunlar əməliyyat sisteminə aiddir. Proqram təminatı bunu təmin eləyir. Proqram təminatı nəyi təmin eləyir? Ümumiyyətlə, əməliyyat sistemi nəyi təmin eləyir? Əməliyyat sistemi kompüter içində olan istifadəçiyə daha geniş imkanlar yaradan proqramlar toplusudur. İstifadəçiyə daha geniş imkanlar yaradan proqramlar və yaxud da ki, proqramlar toplusu deyirik buna. Nəyə görə istifadəçiyə daha geniş imkanlar? Bunu əsaslandırım sənin üçün. İstifadəçiyə daha geniş imkanlar o deməkdir ki, mən əməliyyat sistemini yükləyirəm, düzdür? Əməliyyat sistemi default olaraq üzərində mənə boş Ona görə göstərək. Əməliyyat sistemi bir saniyə hansı demək? Aha. Görsənir də yəqin ki, operating system şəkillərinə baxaq. İndi verməyəcək şəkillərini. Windows özüm yazardım da.
Windows 11. Okay. Hə. Amma PDF-də də var, indi göstərəcəm. Bax, görsən İsmail şəkli. Bu Windows 10 görsənir də bu Windows 11-dir. Dediyim kimi ondan heç bir fərqi yoxdur. Start düyməsi ortadadır. Bir də widgetlər nə deyəcəm, onun istiqaməti fərqlidir. Bir də bunlarda TPM falan texnologiyası var, drag and drop falan var. Bunlardır və s. Deməli, nədir bu? Əməliyyat standart istifadəçi imkanlarını genişlənən, standart imkanlarını genişlənən proqramlar təşkilatı nədir? Bax, burada gördüyün, indi bunlar bəziləri default olaraq üzərində gəlib. Default olaraq, yəni yüklənən zaman, bəziləri isə sonradan yüklənilib. Yəni, bu proqramlar vasitəsilə, İsmail, sən daha geniş imkanlara əl çatanlıq edirsən. Nədir daha geniş imkanlara? Adi, bax, mən hara girmişəm? Google-a girmişəm, düzdür? Əməliyyat sistemi olmadan mən Google-a girə bilərəm. Ümumiyyətlə, Google harada quraşdıracam, neyin üzərində quraşdıracam? Mümkündür səncə bu? Yox. Və yaxud da ki, mən sənə bax, buradan MIT-dən necə? Bəli, bəli. Bax, mən sənə buradan MIT-dən nədir? MIT-dən görsən link atmışam da, düzdür? Bu əməliyyat harada quraşdırılıb? Əməliyyat sistemi üzərindən quraşdırılıb, düzdür? Və yaxud da ki, onu keç. Bax, adi məsələn, mən hal-hazırda OBS-dən, bax, buradan, hazır girmiş görüntüyə də baxaq, hə. OBS-dən mən dərsi save edirəm. Yəni, rekordunu alıram, düzdür? Olmasa onu mən harada quraşdıracam? Neyin üzərində quraşdıracam? Əməliyyat sistemi belə fikirləş ki, bir sətdir, səth və hər bir şey o səthin üzərində yığılır. Hər bir şey orada quraşdırılır. Yəni, bunu bizə məzəmən nədir? Əməliyyat sistemi bir stoldur. Bütün əşyalar, hər bir şey onun üzərinə yığılır. Nə bilim, qablardır, çəngəldir, bıçaqdır, hər şey onun üzərində. O olmasa havada qalacaq, yerə düşəcək, düzdür? Havada qalmayacaq, yerə düşəcək. Düzdürmü? Ona görə hər şey əməliyyat sistemi üzərində qoyulur. Yəni, əməliyyat sistemi bazadır, fundamentaldır. Buna görə deyirlər, istifadəçinin imkanlarını genişləndirən proqramlar toplusuna. Aha, buyur. Nəsə deyirdin, deyəsən. Tamam. Sonra bax, keçirik. Burada var, ikinci nədir? Proqram təminatını bilməli olduğumuz əsas fərqləri nələrdir? Proqram təminatını bilməli olduğumuz əsas fərqləri. Bu dəqiqə bunun niyə burada deyil ki? Aha. Proqram təminatını bilməli ol. Əməliyyat sistemi, bax burada görsən əsi yazmışam. Dedim də qısalması kimi yazacağam. Bəzən də olsa olaraq yazmışam. Olsa olanda da çaşma eyni şeydir. Biri Azərbaycan dilində, biri ingilis dilində. Digər proqram təminatlarının əmrləri yerinə yetirmək üçün ardıcıl bir mühit təmin edir. Əməliyyat sistemi istifadəçi kompüterə interfeys təmin edir. Yəni onları əmrlər göndərə bilsinlər. Interfeys nədir? Interfeys anlayışı ümumiyyətlə sizin bir saniyə cavab verim mən tələbə. Aha, harada yazmışım? Yəni interfeys yazmışdım. İnterfeys iki sistem qurğu və ya istifadəçinin proqram arasındakı əlaqəsidir. İnterfeys. Yəni səninlə kompüter arasındakı əlaqəyə nə deyirlər? Deyirlər interfeysin yaradılması. İnterfeys. Yəni nələr aiddir? Bax, kompüterdə gördüyün bunlar var ha. Bax, pəncərələr. Burada gördüyün piktoqramlar, düymələr, menyular, ikonlar. Bunlar interfeysdir. Yəni, hamısı istifadəçi interfeysdir. Yəni, sənlə kompüter arasında əlaqə yaradır. Məsələn, PowerPoint sənlə kompüter arasında əlaqə yaradır. Sən girib slayd hazırlayasan. Düzdür? Və yaxud da ki, nə bilim, Word sənlə istifadəçilə, belə deyək də, istifadəçi ilə kompüter arasında əlaqə qurur ki, sən girib, nə bilim, sənəd yazasan, nə bilim, rəsmi bir sənəd göndərərsən, məqalə yazasan, kitab yazasan, nə bilim, yazmalı bir şey yazasan və s. Düzdür? Bu artıq sənin olur interfeysin. Bu olur sənin nəyin? Bu olur artıq sənin interfeysin. Və burada nədir? Pəncərə açım. Hə, burada məsələ nədir? Bir saniyə. Hə, burada məsələ ondan ibarətdir ki, deməli, əməliyyat sistemi aşağıdakı tapşırıqları yerinə yetirmək üçün kompüter avadanlıqları əlaqə yaratmalıdır. Kompüter avadanlıqları əlaqə yaratmalıdır. Nəsə, diskə fayl idarə etməsi yazmışam. Cihaza giriş yazmışam.
Hə, cihaza giriş yazmışam, sonra yaddaşın idarə edilməsi var, çıxış formatı var və s. Bunlar əməliyyat sisteminin əsas resurslarını təşkil edirlər. Nə deməkdir bu əsas resursları? Yəni bunların müqabilində istifadəçi tərəfindən bir sıra obyekt yönlü əmrlərin istifadəsi zəruri hala gəlir. Yəni nə deməkdir bu proses? Sən daxil olursan kompüterə. Kompüterə daxil olandan sonra orada mütləq şəkildə əmrləri icra eləməlisən. Düzdür? Bu aydındır bu hissə. Orada əmrləri icra eləməlisən. Bu əmrləri də icra eləməyinə görə sənə bax bu gördüyün aşağıdakı piktoqramlar olsun, nə bilim pəncərələr olsun, düymələr olsun, menyular olsun, ikonlar olsun. Bunlar hamısı mütləq şəkildə lazımdır. Adi məsələn bax, baxın bu açacağımı. Hə, bax adi start düyməsinə basıram. Start düyməsinə basanda gör onun tərkib hissəsi nə qədər piktoqramasıdır. Bunlar səninlə, düzdür, bunlar bəziləri default olaraq yazılmır, yəni sonradan mən yazmışam. Adi məsələn default olaraq yazılanlardan bax burada nə var? Kalkulyator var, kalendar var, kamera var. Məsələn bu üçü Windows əməliyyat sistemi yazılan zaman üzərində gələnlərdir. Düzdür? Hə, bax bunlar adi mənim nə işimə yarayır? Bunlar interfeys adlanır. Yəni mənimlə istifadəçi olaraq mənlə kompüter arasında əlaqə yaradır. Ki, mən girib burada kalendardan ayın tarixdən baxacağam, kalkulyatordan riyazi hesablama aparacağam. Həm kameradan şəkil çəkəcəm və sair və ilaxır. Belə bir sıra proqram. Həm saat var adi burada. Saat var. Bax, burada Cortana var. Bu Cortana nə işə yarayır? Cortana var, bax burada. Görsən bunu. Hə, o nə işə yarayır? Yaxşı, hala qaldırım yuxarı. Deyəlim, qaldırdım. Bu Cortana süni intellektdir. ChatGPT var ha. Onun Windows üzərində olanda, yəni Windows əməliyyat sistemi yükləyən zaman, bax yadda saxla, Windows əməliyyat sistemi onu yükləyəndə üzərində gələn, belə deyək, AI, yəni süni intellekt cihazı Cortana'dır. Bax bu gördüyündür. Cortana. Onda Cortana'dır. Onda. Məndə məsələn 10'dur deyənə Cortana'dır. Amma 11'də isə Copilot'dır. Dəyişir. Copilot'dır. Hə. 11'də Copilot'dur, 10'da Cortana'dır. Bu dəyişir. 9-8'də bunlar yoxdur. Yəni ondan etibarən başladı artıq süni intellekt əsaslı Windows sistemləri belə deyək, təşkil olunmağa, ibarət olunmağa. Ona görə. Yəni 10'da Cortana'dır, 11'də də ki Copilot'dur. Aydın oldu 10'dan 11'də. 10-la 11-in yəni görünüş olaraq fərqi yoxdur. Sadəcə Cortana bir də Copilot olaraq bəlkə fərqləndirə bilərsən. Bir də bax. Hə, bilirəm. Məndə bax, gözlə hardaydı mən Chrome-u. Biləmədim heç nə, bax. Bax belə bunu deyirsən. Hə. Məndə paraleldir biraz. Məndə sola doğru paralellik var, əyimlik var. Hə, onda elədir, bax, bunu deyirsən. Tam kvadratdır. Bunu deyirsən, bildim. Məsələn, burada normalda, indi burada yoxdur, Copilot olmalıdır bunun sol tərəfində. Məsələn, burada yox. Hə. Onu deyəndə burada yəni şəkildə düşməyib ya da nəsə. Burada yoxdur. Sonra davam edək biz slaydımızla. Yəni əməliyyat sistemi əsas resursları təşkil etdikdən sonra istifadəçi kompüterə təlimatları, giriş cihazları, məsələn klaviaturada sıçandır. Bunlar vasitəsilə əmr verə bilirlər. Əmr verə bilirlər. Bizim növbəti dərsimiz olacaq. Bu dərsdən sonra yox, Linux əməliyyat sistemi var. Bilmirəm eşitmisən yoxsa yox. Linux işləmisənmi bəs? Bir dəqiqə, sən əsl öz kompüter və əməliyyat sistemi kimi Linux yükləmək istəyirsən? Box, virtual boxda, VMware-də, bəli. Aha. Hə, yox.
Yox, yox. O şeydir. Nə idi? Sən onu Google-dan götürmüsən onu. Şeyi, Linux-un şeyini. Yox, Google-da ISO faylı kimi deyil axı. Google-da yaxşı şey deyil. Məndə var. Məndə ISO faylları var. Hansı ISO fayllarını ataram sənə. Bilmirəm ISO fayllarını ataram sənə. Oradan götürərsən, baxarsan ki, özün yükləyə biləcəksən. Biz onsuz da yükləyəcəyik, qaldıracağıq. Linux-da konteri düzəldim mən. Linux-da var ha. Linux-da hər şey əmrlə idarə olunur. Əmrlə. Bəli. Bizə nə deməkdir əmrlə idarə olunması? Yəni Linux-da sən bax burada necədir? Bax. Bax. Google-u görsən. Google-un üstünə gələm. Gəlmədim. Google-un üstünə bax. Bir dəfə vurdum bax. Gördün Google-a girir. Avtomatik. Amma Linux-da belə fikirləş ki, sanki orada Google deyil, orada Firefox olmalıdır. Şey olaraq, Firefox. Hə, bax mən necədir? Məsələn, orada tutalım. Ay qardaş, lazım deyildi. Burada mən şeyə girsəm, fayllarıma girmək istəyirəm, bax. Gələm denə File Explorer-ın üstünə, basıram bir dəfə fayllarımı girirəm, düzdür? Bax, bütün fayllarımı görürəm də. Amma burada girəndə, Linux-da girəndə, gəlirəm, gərək dir yazım, mən bütün fayllarım çıxsın, düzdür? Mən dir yazım, gərək bütün fayllarım çıxsın. Sonra hansı fayl lazımdırsa mənə, girim onun adını yazım. Sonra əgər papkadsa ya, onun içində fayl varsa, onun da adını yazım. Bir növ hər şey əllə idarə edirsən. Yəni əmri sən versən. Burada ona görə Windows belə deyək, çox sadə əməliyyat sistemidir. Həddən artıq sadə əməliyyat sistemidir. Amma bir şeyi nəzərə yatdım saxlamaq ki, Linux open source əməliyyat sistemidir. Bilirsən open source nə deməkdir? Açıq mənbə. Windows pulludur axı, lisenziyalı, düzdür? Onu çox indi bizim ölkədə onu crack elətdirirlər də. Bilmirəm səndə crackdir yoxsa öz lisenziyasıdır. Crack nədir? Crack yəni pul ödəmirsən də, lisenziyasızdır bir növ. Crack yəni odur. Amma Linux məsələn nədir? Hamıya pulsuzdur. Yəni istənilən adam onu girib pul ödəməyini, ona görə Linux deyirlər open source. Amma Windows çox sadə bir əməliyyat sistemidir. İnşallah keçəcəyik onu. Hə. Məsələ budur. Aha. Əsasən deyəndə bəli, üstünlük kiber təhlükəsizlik sahəsində istifadə olunur Linux-dan. Üstünlük kiber təhlükəsizlik. Çünki çox secure-dur Linux-dan istifadə. Üzr istəyirəm. Çox təhlükəsizdir, çox secure-dur. Ona görə Linux-un istifadəsi. Linux-un da növləri var da. Ubuntu-dur, Parrot-dur, Mint-dir, Debian-dır. So Red Hat-dir. Ən çox Linux-dan əvvəli Linux bənövşəyi nədir? Linux bənövşəyi. İnanın heç eşitməmiş bənövşəyi Linux. Purple yox, bənövşəyi Linux deyə bir şey. Bilmirəm, bəlkə nə bilim, eşitməmişəm açıq bənövşəyi Linux. Bunlar bu bənövşəyi. Baxaram. Dərsin sonra baxaram görüm nə deyirsən. Davam edək biz. Yəni interfeys anlayışı başa düşdün, interfeys tam olaraq nə deməkdir? Həla.
Sonra keçirik, baxaq görək. Bunlara yazmışam, buraya yazmışam. Sonra keçirik nəyə? Sonra keçirik Linux'un, Linux, ağlıma da Linux'da deyim. Əməliyyat sisteminin hissələrinə. Yəni nə deməkdir? Terminləri, konsepsiyaları, burada qabıq, o heç terminləri falandır bu. Tətbiq, bir də driver anlayışı var. Tətbiq, bir də driver anlayışı var. Bunlar əməliyyat sisteminin içində gedən anlayışlardır, zəruri anlayışlardır. Nə deməkdir bu? Onu izah edək. Qalxda qardaşım. Tətbiq, İsmail, tətbiq. Müəyyən bir tapşırığı yerinə yetirmək üçün istifadə olunan bir növ əmri tamamlamaq üçün yazılan bir proqramdır. Bax, orada da yazmışam. Müəyyən bir tapşırığı yerinə yetirmək üçün istifadə olunan, belə deyək, bir növ proqramdır. Tətbiq. Buna deyək tətbiq. Əməliyyat sistemində mövcud olan əmrləri tamamlamaq. Çünki əməliyyat sistemi tətbiqlərdən ibarətdir. Qardaşlar, tətbiqlər. Nə demək? Tətbiqlər nə deməkdir? Proqramlar. Bizim istifadə etdiyimiz müəyyən əmr daxilində, daha doğrusu müəyyən əmr daxilində işləri icra edən nələrdir? Proqramlardır. Düzdür bu hissə? İşləri icra edən proqramlardır. Və hər bir tətbiq xüsusi olaraq işləyəcəyi əməliyyat sistemi üçün nə edir? Kompilyasiya edir. Yəni işləyəcəyi əməliyyat sistemi üçün konfigurasiya edir. Çünki bax dediyim kimi, hər əməliyyat sistemində olan tətbiqlər bütün əməliyyat sistemində işləyəcək deyə bir şey yoxdur. Məsələn, məsələn bax MacBooklarda var, nədir? iOS əməliyyat sistemi. Yəni iPhone-larda iOS əməliyyat sistemi. Düzdür? iOS əməliyyat sisteminə məxsus olan proqramları sən gəlib Android-da aça bilmərsən və yaxud da ki, Windows-da aça bilmərsən. Məsələn, nədir? Məsələn, AirDrop proqramı var, hansı ki, bizim Bluetooth istifadəsinin daha müasir forması deyək. Daha müasir forması. Onu gəlib nə Windows-da, nə də Android əməliyyat sistemi. Düzdür, onların da öz AirDrop, adları AirDrop gedir. Onların da öz uzaqdan bağlantı qurmaq şəbəkəsi var. Amma gəlib sən onu Windows-da və yaxud da ki, Android-də və yaxud da digər Symbian olsun, Netwear olsun, MS-DOS olsun, onlarda aça bilmərsən. Qəti və birmənalı şəkildə. Onlardan nə edirsən? Aça bilmərsən. Çünki hər bir tətbiq və burada gedir. Hər bir tətbiq özünə uyğun olaraq proqramda işləməlidir. Bilsən necə fikirləş bunu İsmail? Sən qışda qısa qol köynəyi geyinə bilərsən. Yayda palto geyinə bilərsən. ISO. Hər fəslin özünə məxsus geyimi var da, düzdür? Hər proqramda, hər əməliyyat sistemində özünə məxsus proqram olur. Belə yadda saxla. Sonra driver nədir? Driver eşitmisən heç? Buyur. O mən də biləm, o ingilis. Yox o. Açıqlamasını istəyirəm mən. Driver sürücüdür, düzdür o hissəsi. Yəni əməliyyat sistemi ilə avadanlıq arasında əlaqə yaradan xüsusi qurğu, xüsusi proqram. Yəni belə izah edeyim, driver əməliyyat sisteminə qurğunun necə işlədiyini başa salır. Ona görə sürücü qoyulub adı. Yəni nəyə görə driver? Məsələn, kompüter qoşulan printerə, düzdür? Windows printerin belə deyək də var olduğunu görür, amma onu necə çap elədiyini bilmir axı. Driver başa salır ki, bax bu əməliyyat sistemində printer belə əlaqə qurulur, nə bilim printerdə belə istifadə olunur, elə. Yəni bunu sənə başa salmır ha. Bunu gedib əməliyyat sistemi sən görmürsən. Bunu gedib əməliyyat sisteminə başlar. Bax orada yazmış ki, müəyyən bir əməliyyata sistemi aparat təminat necə daxil olmaq barədə təlimat vermək məqsədi yazılmış spesifik proqram, spesifik yəni xüsusi proqramdır. Bax müəyyən bir əməliyyat sisteminə aparat təminatı necə daxil olmaq barədə təlimat vermək məqsədi yazılmış son dərəcə spesifik proqram təminatı. Yəni nədir? Onun necə başa saldığını
Yəni sənin onu necə salınır? Yəni əməliyyat sisteminin başa salırkən, bax bu proqram belə istifadə olunur, bu belə istifadə olunur. Bax ona görə. Ona nə deyirlər? Deyirlər driver. Yəni təlimçi mənasında. Yəni belə lori dildə desək, təlimçi kimi yadda saxlamaq daha məqsədə uyğundur. Əgər lori dildə desək, kaydımızda nə edir? Gedir, bəli. Lori dildə desək, təlimçi vəzifəsini nə edir? İcra edir. Düzdürmü? Bu oldu driverimiz. Hələ bu qalıb. Sonra var əməliyyat sisteminin terminləri və konsepsiyası. Əməliyyat sistemləri haqqında bir neçə əsas termin var. Bunlar nələrdir? Versiya var, mənbə var. Bunlar terminlərdir. İndi deyəcəm olsa nədir? Qabıq var, qabıq shelldir, bəlkə də şükür. GUI var, qrafik istifadəçi var, şəbəkə var və s. İndi bunlar hər biri nədir? Versiya bir proqram təminatının müəyyən bir versiyasıdır. Məsələn, 11 Pro, Pro-nun versiyasıdır. 10 Home, 10.2.1 versiyası. Bəzən görsən Androidlərə yenilənmə gəlir. 7.1.2, 1.2 onun versiyasıdır. Nə bilim, 11 Bəli, 10 Home. Home onun versiyasıdır. Home var, Pro var, sadə var, nə bilim 11 Pro, 11 Home. Onun versiyalarıdır. Düzdür? Onun versiyalarıdır. Mənbə, source dediyimizdə bir proqram təminatı necə işlədiyini müəyyən edən faktiki koddur. Yəni kompüterdə əməliyyat sistemləri açıq mənbəli ola bilər. Açıq mənbəli, yəni hər kəs tərəfindən yoxlanıla bilərdir. Məsələn, Linux dediyi aid open source, açıq mənbəli. Bax elə, hər kəsin əl çatanlığı ola. Hara getdi bu? Sonra qabıq nədir? Qabıq yəni shell, əməliyyat sistemi üzərində işləyən və istifadəçiyə əmrlər verməyə imkan edən proqramlardır. Yəni gördüyün bütün bu proqramlar, indi burada hamısı proqram deyil də, fayllar da var falan, PDF-lər var. Gördüyün bunlara deyirlər shell. Nə deyirlər? Deyirlər shell, düzdür. Deyirlər shell və yaxud da ki, shellin də tərcüməsi nədir? Qabıq. Sonra qrafik istifadəçi interfeysi, yəni GUI, belə deyək də, bir növ qrafikana bağlıdır. Yaxşı, buradan belə bir sual, indi buradan deyil ki, lap köhnə dərslərimizdə. Kompüterdə qrafik, belə deyək, görüntünü təmin edən hissənin adı. Nə? Bəs CPU nə idi? Bəli, düzdür. Yaxşı, yadında qalır. Yoxlanmıyorum. Bəli, GPU. Graphic Processing Unit. Düzdür. Bunlar da adlanır. Şəbəkə deyilməlidir. Nələr? Bunlar da adlanır. Əməliyyat sistemi terminləri və konsepsiyaları. Yəni bu hissələr adlanır. Əməliyyat sisteminin terminləri və yaxud da ki konsepsiyaları. Düşürük nəyə? Düşürük. 7-ci fayla. Burası düşə bilmirik. Nəyə görə? Gəldik nəyə? Multitradingə. Multitrading nədir? Multitrading bir dənə tətbiqin eyni vaxtda bütün prosesorlara eyni zamanda sorğu göndərilməsidir. Adı üstə multitrading, yəni bir dənə tətbiqin bütün prosesorlar tərəfindən eyni vaxtda yoxlanılmasıdır. Yəni sorğu göndərilməsidir. Bu proqram eyni anda bir neçə işi görə bilir. Yəni bir neçə işi görməsinə deyirlər multitrading. Bir neçə işi görməsi. Buna misal olaraq multitrading
Məsələn, multi-threading proqramına bir dənə misal. Bir dənə sən nə olar misal? Eyni vaxtda bir neçə işi yerinə yetirə bilən proqramdır. Bəli. Google. Nəyə görə? Çünki Google. Nəyə görə? Google, çünki hər bir tabı var ha Google-un. Bax yuxarı məsələn, hardadır bu? Bəli. 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 Bəli, bəli. Bəli. Eyni vaxtda açır. Məsələn, sonra bax. Bəli. Bax sonra bilsən nə ola bilər? Word ola bilər. Bilsən niyə görə Word Office proqramları? Məsələn, mən Word-də yazı yazıram ha. Word-də yazı yazanda belə fikirləş ki, orfoqrafik yazıyı da yoxlayır. Orfoqrafik səhvləri də yoxlayır. Onu görsən Word-də yazanda bəzən qırmızı dalğalı xətt çəkir ha. O orfoqrafik səhvləri müəyyən edir. Ki, ha, səhv var burada orfoqrafik şəkildə. Orfoqrafik yoxlama aparır. Avtomatik yadda saxlayır. Və bu da ola bilər. Bunlar da misal ola bilər. Və multi-threading deyirlər, eyni vaxtda bir neçə işi yerinə yetirə bilən. Nə gözlə baxaq, kaydımız gedirmi? Mən getməz, boş-boşuna danışmışam. Hə, gedir. Deyirlər nə? Multi-threading proqramları və multi-threading proqramları da 32 bitlik əməliyyat sistemində olur, 64-lük olur, 86 olur da 64-lük dedim də onsuz da. 32 bitlikdən, 32 bitlik əməliyyat sistemi yalnız 32 bitlik prosesorlarda işləyə bilən deyil, həm də prosesin imkanlarını daha geniş istifadə edə biləndir. Bu çox da vacib bir məlumat deyil, sadəcə onun növləri kimi vermişəm. Yəni əməliyyat sistemi 32 bitlik, 64 bitlik 86 termini adətən ona görə. Bu bilsən bitdiyi termin nə deməkdir? Bu belə fikirləş ki, onun tezliyidir. Onun tezliyidir. Yəni o nə gözlə görünən bir şeydir. Nə də belə bir şey. Ancaq onun tezliyidir o. Yəni belə fikirləş də necə ki zaman vaxt deyil, zaman saniyə deyil. Bu da ki onun tezliyidir. Bir növ. Bəli. Bu da ki onun nə idi? Onun tezliyidir. Onun tezliyidir. Sonra buraya qədər ki səndən bir sual varmı? Yox, indi bircə dəqiqə mən bunu dəyişim. Belə. Deməli İsmail, bu əməliyyat sistemi quraşdırmaq üçün sən yadıma salarsan, bu PDF ilə yanaşı bir də bu faylla yanaşı bir dənə də PDF atırsan, orada iki hissədir. Birinci hissəsi açıb, ikinci hissəsinə gələn dərsə. Çünki Windows-u bir dəfə heç atdırmayacaq. Orada Windows ait hər şey yazdı. Onu oxuyarsan, keçdiyimiz hissəyə qədər çoxdur. Orada 20 neçə səhifəlik PDF-dir. O hamısını oxuma, 10-11 səhifəyə qədər keçir. Yarısını oxuyarsan, yarısında gələn dərs oxuyarsan, yaxşımı? Oxuya, o yaxşı PDF-dir. Windows haqqında çox məlumat var orada. Yəni Windows haqqında çox qəşəng yazılıb. O PDF-də. Və indi keçirinəcə əməliyyat sisteminin tələbləri var. Nəyə görə? Nə deməkdir tələbləri? Yəni əməliyyat sistemi sən istədiyin, daha doğrusu 11 əməliyyat sistemindən söhbət, yəni yeni nəsil əməliyyat sistemini istədiyin kompüterə yükləyə bilmərsən. Çünki kompüterin parametrləri deyilən bir anlayış var ki, parametrlər nədir? Kompüter alınan zaman baxılan parametrlər. Mənə kompüterin parametrlərini say, bax kompüterin deyirəm.
Deyirəm ki, mənə kompüterin parametrlərini say. Kompüter alınan zaman baxılan parametrlər. Bəli, bəli. Sonra nə əməliyyat? Əməliyyat sistemi sən yükləyirsən. Əməliyyat sistemi sən yükləyirsən. Sonra video karta yəni. Bəli, ekran bəli. Düzdür. Olar, olar. Yaxşı, yaddaşda demədin ki, hard disk olsun, SSD olsun. Hard diskə niyə baxırsan? HDD istifadə edən var. Hə, sonra nə? SSD. Aha, sonra nəsə deyirdin sonraki. RAM slotlarına bax. Sən kompüter alanda deyirsən bu RAM slotlar nə qədərdir? Bunda elə şey deyirsən. İzah elə görüm nə deyirsən. Hə. Hı. Yaddaşın sürətini demək istəyirsən. Yaddaşın sürəti. Yaddaşın bəli, DDR5, DDR3, DDR4. Bəs heç demədin ki, şeyə baxmaq lazımdır, prosesora. Prosesorun nə olmalıdır? Core i3, Core i5, i7, i9, Ryzen, AMD. Bunlara da baxmaq lazımdır. i5, i7, i9, i5 bəlkə köhnə nəsil sayılır. Nəslin deməli neçənci nəsil olmalıdır? 10, 11, 12. Nəslinə də baxmaq lazımdır. Belə. Bəli, bəli. Yəni bunların hamısına baxmaq lazımdır. Çünki nəyə görə? Sən ora əməliyyat sistemi yükləyəcəksən. Kompüterlə yadda saxla. Açığı mən bu vaxta kimi görməmişəm. Məsələn, adı digər şeylərdə nədir? Kompüter satan yerlərdə həmçinin kompüter alınan zaman üzərində əməliyyat sistemi MS-DOS verir. Hansı ki, MS-DOS da köhnə əməliyyat sistemlərindən biridir. MS-DOS yeganə əməliyyat sistemlərindən idi ki, ora faylın adı qoydun. Məsələn, bir dənə fayl yaratdın, adını qoydun ki, İsmail. Yəni, ismail.pdf falan, düzdür? O fayla sən adı 8 hərfdən artıq bir şey yaza bilməzsən. Tutarım ki, ora nə yaza bilməzsən? Ora 8-i keçən hərf sözlər yaza bilməzsən. 8, məsələn, 1-dən 9-a qədər rəqəmlər yaza bilmərsən. Çünki 8-i keçir. Düzdür. MS-DOS elə əməliyyat sistemi, köhnə bir əməliyyat sistemidir. MS-DOS-dan işləyən belə yoxdur. Ölüb batıb MS-DOS ümumiyyətlə yoxdur. Hə, belə. Və ona görə deyirəm ki, əməliyyat sistemi yükləməmişdən əvvəl mütləq şəkildə kompüterin nə olmalıdır? Parametrlərinə uyğun şəkildə olmalıdır. Düzdürmü? İsmail. İsmail. Səsim gəlmir bu. Səsini çıxart da bəs. Nə internet get, bilməm, mən eşitmədim, ona görə dəfələrlə soruşdum. Deməli, yox. Aha. Deməli, nə ilə gəlir? MS-DOS-la gəlir köhnələr.
Və minimum sistem tələbləri var ki, İsmail, minimum sistem tələbləri var ki, nə lazımdır bizə saniyə baxaq. Download görmürəm. Hə, burada. Bax, sənə dediyim PDF budur. Bunu atacağım sənə də. Açılsa inşallah. Aha. Açılmaq. Sən burada var bir şey, bunu yaz. Qırılma var. İndi var, gəlir səsim. Səsim gəlir İsmail. Səsim gəlir deyirəm. İndi gəlir bəs. İndi necə? Hı. Eyvallah. Hər şey. Nə mütləq aydan getdi. Bilmədim nəyə görə. İndi yaxşıdır. Əla. Of. Niyə belə şey verdi özündən ya? İmkan vermir dərsin. Hə, şəxsən. Bunlar heç şeylərdir. Hə, bax, görsən bu hissəni İsmail. Hə, bax Windows 11 yükləmək üçün sənin minimal şey tak tezliyin 1 GB olmalıdır. Prosesorun mərtəbəli 64 olmalıdır. Yaddaş minimum 4 olmalıdır, 4 RAM olmalıdır. Diskin yaddaşı 64. DirectX 12 qrafik dəstəkli video kart olmalı və TPM2. TPM2 nədir? Təhlükəsizlik çipidir. Bunlar mütləq şəkildə olmalıdır. Məsələn, belə fikirləş ki, yaddaşın 2 GB olsa, RAM-ın 2 olsa, nə olacaq, yükləyə bilməyəcəksən. Düzdür? Hə, ona görə də bunlara mütləq şəkildə nə etmək lazımdır? Diqqət yetirmək lazımdır. Hə, bitmir. İkisini də soruşa bilərsən. Başa düşmədim. Bir dənə də nə? RAM-ı öz kompüterində yoxlatmaq istəyirsən. Köhnədir. RAM-ın nə qədərdir ki? Yox, deyirəm axı minimal tələb 4-dür. Ya. Hə, sən əlavədən qoymaq istəyirsən? Hə, qoy, amma bilmirəm RAM-ında problem varsa yox oxumayacaq. Amma belə problem yoxsa hə, qoy bizdir. PCI əlavə slotlar var, PCI Express slotları var. Hə, bax onlarda oxuya bilər. PCI Express slotları var. Bax onlarda oxuyacaq. Yox, heç bir şey yoxdur. Problem yoxdur, amma çox şeyləmədən nədir? Əslində məsləhət görünür ki, köhnə şeyləri gətirib taxmayasan. Çünki onun içini bilmirsən, nə vaxtdan qalıb, nə dərəcədə içi. Yəni ona görə. Ona görə açığı çox məsləhət görünmür ki, praktikaya gətirib köhnə RAM-dır, nə bilim, yaddaşdır falan onları taxmayasan şeylərə. Ki içində hər şey ola bilər də. Virus keçirərsə, nə bilim, təhlükəli bir şey olar. Elektronikala zarafat olmaz. Minimum tələbləri dedi. Minimum, yəni minimum sistem tələblərini dedi. Sistem tələblərini minimal şəkildə Zaratkaya da daha account minimal sistem tələblərini dedik. Sonra keçirik nəyə? 9
sistem tələblərinə dedik. Sonra keçirik avadanlıqlara uyğun minimum tələblərin yerləşdirilməsi. Bax, burada kimdir? Bax, prosesorun minimum dəstəklədiyi radio nəyə gəlir? Radio xışıltısına. Görək, baxaq, nə deyirsən sən? Necədir? İsmail. Ay, İsmail. İsmail. Gəlir səsim. Səsim gəlir, səsim gəlir. Səsim gəlir.